Şəhidimizin məzarı üzərində bayaqları mən sözlərimi dedim. Amma şəhid analarından, onların dedikləri sözlərdən sonra mən nəsə söz demək mənim üçün çətindir. Çünki şəhid analar burada danışdı. Amma bizlər də şəhidlərimiz döyüş meydanında sözlərini dedi. Biz də bugünkü gündə bütün Azərbaycan xalqının borcudur ki, onları daimi yad etsin, daimi ziyarət etsin. Şəhid analarına cənab Ali Başkomandan və cənab bizim xidmət rəisimiz hər zaman diqqət və qayğısını göstərir və nə qədər yanlarında ola biliriksə, nə qədər onlara təskinlik verə biliriksə, bizim üçün şərəfdir, qürurdur. Bizim şəhidlərimiz bizlərin şərəf və qüruru üçün döyüşüb, ana bacılarımızın qeyrətimiz üçün döyüşüb. Bugünkü gündə torpaqlarımızın azad olmasına görə bugünkü gün ərzində bizlərin, anaların yanında deyirlər. Onları bir daha ruhlarını şad eləsin, rəhmət eləsin, valideynlərinə səbir versin, onların qarşısında baş əyir. Çox sevdim. Bugün Ezamın qardaşımıza qəni rəhmət eləsin, bugün o məzar üstəyik. Mənim deməyim odur ki, Allah bizim prezidenti can sağlığı versin, uzun ömür versin ki, yəni vətəni, torpağı görmək istəyən geçsin Qarabağa baxsın, görsün ki, orada nə işlər gedir. Allah şəhidlərimizə rəhmət eləsin, şəhidlərimizin sayəsində və cənab prezidentin sayəsində. Yəni bunu hər adam edənməz, o tünellər qazılır, nətər, hardan hara. Yəni oranı görən insanlar bilər ki, vətən nədir, şəhidlər nə iş görüb, prezident nə iş görüb. Onu orada görə bilərlər. Kim istəyirsə gedib baxa bilər. Yəni deməyim odur ki, bu prezidentə təkan vermək lazımdır, dəstək vermək lazımdır. İmkan dairəsində dəstək vermək lazımdır ki, yəni günü alınatır, üzə qaydırıq ki, yenə deyirəm, şəhidlərimizin, qazilərimizin və prezidentin sayəsində. Orada yəni o cür gözəlləşirsə, deməli bizim ruhumuz dincəlir. Biz bilirik ki, biz nəysə ballarımız bir iş görür. O cümlədən də mən ikinci dəfədə bundan bizim generallarımız qədəm qoyur Bərdiyə. Yəni o gündə gəlmişdi şəhidimizin il dönümündən. Mən çox şad oldum ona. Çox şad oldum. Generalın gəlməyi çox böyük bir şeydir. General bir ordunun yiyəsi deməkdir. Bir ordunun yiyəsidir. Deməli bu adam büyük gün bura gəlsə, şəhiddən unudulmuyor. Əsgərin qədimi. Bəli, şəhiddən unudulmuyor. Ya buna gəldi, ya hamımıza gəldi. Eyni şeydir. Bir dənə şəhidə gəldisə, bütün ümumi şəhidlər sayılır. Allah bu kişilərə can sağlığı versin. Amin. Sənət qoşunlar, bizim Ənvər müəllimə, rəisimizə can sağlığı versin. O da həmişə bizim yanımızda olublar onlarda. İcra hakimiyyəti nümayəndələrinə, Fatma xanıma, İldırma, onun da nümayəndələr bölümümüzdə olub. Yəni bizim yanlarımız 5 ildir bizim ətrafımızdadılar. Yəni bayaq deyirəm Sami müəllimə ki, Sami müəllim 5 il nətən keçdi. Sən də bizlə çəkdin, 10 fayda sən çəkdin bu ağrınacını. Deyirəm, güzgüyə bax biləsən. Şəklini də qoy, 5 ildən qabaq şəklini, indi. Daxilən qozallı insan. Yəni bu işləri görəndən sonra, yəni daxilən insan dəyişirilir. Yəni bunu hamı çəkib, bu ağrınacını, bax burada olanların hamısı, Allah sizə can sağlığı versin, yenə deyirəm, siz heç vaxt bu şəhid ailələrinin, cənab general, qoymursunuz tək başına, heyətinizlə bir yerdə olursunuz, onun üçün də sizə təşəkkür edirəm. Böyük təşəkkür edirəm, yenə deyirəm, general bir ordunun yiyəsidir. Yəni bura gəlibsə, o bizim üçün qürurdur. Şəhidlərimizə Allah rəhmət eləsin, çox sağ olun şəhidi belə yüksək tutursunuz. Allah sizə can sağlığı versin. Mən bu günləri bir şəhid milli qəhrəman ailəsi kimi danışaram. Əzamın qardaşımın balasıdır. Yəni evin yeganə balasıdır. O simit betonun üstündə böyümüş uşaqdır. Yəni gəl otaqlarda böyüməyib. O mənim balalarımın da böyüməyin o fason görüb. Bu günləri Əzamın haqqında da çox danışaram fəxrlə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əzamın hər birimizin qürur mənbəyidir, qürur yerimizdir. Bütün şəhidlər, bütün şəhid analarının qarşısında həmişə deyirəm qüruru. Şəhid ailələri onu kimi, atalar onu kimi, bacılar onu kimi. Hər birinin çəkdiyi çətinliyi heç kim çəkə bilməz. Hər birimizə yadkar olmuşsunuz. O 92-ci ildən bugünkü günə kimi biz Bərdədə qaşqın kimi yaşasaq da biz bir el-oba kimi olmuşuq. Ağlayanda ağlamışsınız, güləndə gülmüşsünüz. Bu günləri heç bir vaxt onu unuda bilmərik. Bu günləri bütün şəhidlərimizə rəhmət eləsin ki, bugün hamı cəmik. Amma 92-ci ildə ata balanı tapa bilmirdi. Bala atanı tapa bilmirdi. Bugün deyirik Xocalı. Torpaqlarımız azaddır. Xankəndimiz ermənisizdir. Bütün torpaqlarımıza azad gedib gəlirik.
Hamba o çığırtı elə bilirsən Xocalını keçəndə həmin çığırtılar var. Həmin ahnalar var. Hər bir qarıcında, torpağında anaların ahnaləsi var. Bugün analar olub ki, balasının girov gedib, deyib balamın bircə dənəsi gəlsin, çıxsın, məzara sallanım. Bu günləri mən deyirəm, 31 ildən sonra qaynanam düzdür, torpaqlar alındı, vətənə getdik. Hamba dedi, Allah mənə ömür versin, gedim balama məzarına çatım sorğulub. Hamba onu çata bilmədi. Köynəyinlə dəfn olundu, Oğuzda. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Üzr istəyirəm, mənim 26 yaşım var idi. Uşağımın biri 1 yaşında, biri 3, biri 4 yaşındaydı.